Mənim dostlarım Qoşqar və Ümid Bakı Dövlət Universitetinin müəllimləridirlər öz sahələrində. Qoşqar, kommunikasiya ilə bağlı Azərbaycanda nə problem var? Ümumiyyətlə bəlkə heç problem yoxdur. Xətay, əvvəlcə bizi dəvət elədiyin üçün çox sağ ol. Əslində kommunikasiya sahəsində problem var. Yəni yoxdur deyə bilmərik. Əksər sahələrdə olduğu kimi kommunikasiya sahəsində də problem var. Əslində mən deyim ki, kommunikasiya sahəsində daha çox problem biz bunun elmi tərəflərində görürük. Mən məsələn öz bakalavr təhsilimi Azərbaycanda almışam və ixtisasım üzrə demək olar ki, ən yaxşı universitetdə. Sonra magistratura və doktorantura təhsilimi Türkiyədə alanda, Ankara Universitetində, Səlcuq Universitetində və s. Deməli, təhsil alanda gördüm ki, əslində bizdə kommunikasiyanın elmi tərəflərinin öyrədilməsində müəyyən qədər problemlər var. Və mən hazırda indi desəz ki, niyə Azərbaycanda məsələn 4 ildir müəllimlik fəaliyyətinə məşğulam, bu problemləri hardasa aradan qaldırmağa çalışıram. İndi öz nə qədər bunu nə qədər bacarıram və s. Bu əlbəttə mənim şərhim ola bilməz. Bunu mənim haqqımda başqaları deməlidir. Amma gördüyüm problemləri həll etməyə çalışıram və bu problemlərin başlıcası mənə görə hər şey təhsildən qaynaqlanır. Kommunikasiyanın da problemləri elə kommunikasiya təhsilindən başlayır. Deməli, bizdə təhsildə ümumiyyətlə mən düşünürəm ki, hardasa elmin elə bil ki, kölgəsi var. Yəni kommunikasiya sahəsində olsun, digər sahələrdə də bu mən deyərdim belədir. Biz elmin özündən yox, elə bil ki, kölgəsindən danışırıq. Nə mənada? Baxın, biz bir sahədə araşdırmaları titullar üçün, hansısa məsələn dosentlik, professorluq və yaxud bunun kimi elmi dərəcələri almaq üçün qarşımıza bir elə bir ki, məqsəd qoyuruq. Yəni Azərbaycan düşüncəsində. Yəni məqsədimiz onu inkişaf elətdirmək deyil. Yox, inkişaf elətdirmək yox. Məqsədimiz həmin nailiyyətlərə, titullara çatmaqdır. Yəni mənim gördüyüm Azərbaycandakı elmi mənzərəsi belədir. Təhsillə bağlı bir şey yoxdur. Məqsədimiz özümüzə xeyir vermək, titul qazanmaq. Bəli, əslində bunu da demək olur. Mən bunu əlbəttə hamıya aid eləmirəm. Amma düşünürəm ki, böyük əksəriyyət, böyük mütləqiyyət baxın bunun tərəfdardır. Yəni ortada bir məsələn dərəcə var və həmin dərəcəyə çatmaq üçün müxtəlif kriteriyalar var ki, biz həmin kriteriyalarda olunmağa çalışırıq. Mən məsələn başa gəldi bir hadisəni sizə danışmaq istəyirəm. Deməli Ankara Universitetində oxuyanda mənim bir deməli müəllimi var. Hansı ki Haluk Geray professordur, adını da elə deyim. Deməli Haluk hocam müəyyən qədər yaşı irəliləyib, təxminən bir 60 neçə yaşı olar və bir gün 70-ə yaxın yaşı var. Bir gün mən onun dərsində oturanda, yəni daha doğrusu dərsdən sonra idi, otağında söhbət eləyirdik və mən ona belə təsadüfən belə biraz qəfildən də oldu. Dedim ki, bəs Haluk hocam professordur, alanında, sahəsindəki ən yaxşı müəllimlərdən biridir. Onlarla kitabın müəllifidir, nə bilim, yüzlərlə elmi məqalənin müəllifidir. Mən dedim ki, Haluk hocam, bəs ümumiyyətlə yorulmamısınız yazmaqdan, onsuz da bütün titulları almışsınız, bütün dərəcələriniz var. Bundan artıq yəni bir növ nə gözləyirsiniz? Nə eləmək istəyirsiniz? Eynən, təxminən, yəni məqsədiniz yəni nədir bir növ? Çünki mən Azərbaycan düşüncəsində yetişmiş biriyəm. İstər-istəməz mən bakalavr təhsilimi bitirənə qədər, yəni 21 il Azərbaycanda yaşamış biri Azərbaycan düşüncəsindədir. Və mənə də maraqlı idi. O mənə qayıtdı ki, Qoşqar, mən ildə ən az 10 elmi məqalə yayınlamasam, ən az, mən onda müəllimliyi, yəni fəaliyyətimi sonlandıracağam. Mən onda gördüm ki, adam artıq dərəcəsində alıbdır. Amma düşüncə olaraq bu adam hələ də inkişafın tərəfdarıdır. Və yeni anlayışları, süni intellektlə bağlı, rəqəmsallaşma ilə bağlı böyük, gözəl çalışmalar var. Yəni 70 yaşında birinin bax bu cür çalışmaları var və hələ də bu prosesi davam elətdirir. Deməli bu adam titul üçün çalışmır. Elmi nəticə kimi görür, məqsəd kimi görür. Belə başa düşürəm ki, yəni bizdən o tərəfə, yəni başqa ölkələrdə bu mövzuda, ümumiyyətlə istənilən mövzuda çalışan müəllimlər və yaxud da alimlər cəmiyyətə daha çox xeyir vermək istəyir, nəinki bizdəki alimlər və yaxud müəllimlər. Ümumiləşdirmək olmaz. Yox, təbii ümumi deyil, Ümid. Sadəcə, yəni Qoşqarın dediyindən və özümün də araşdırmalarından belə başa düşürəm, belə nəticə bu olur. Doğru, əgər Ümid icazə verirsə mən davam elətdirim bir fikri. Sonra istəyərəm ki, əslində mənim Ümidin fikirləri də çox maraqlıdır. Çünki Ümid də özü də magistraturasında, doktoranturasında Türkiyədə oxuyub və düşünürəm ki, onun da fikirləri ya indi mənim əleyhimə də bir növ ola bilər, lehimə də ola bilər. Onun fikirləri də mənə çox maraqlıdır. Amma əvvəlcəsində daha əvvəl mən bəzi şeylər də demək istəyirəm. Mən düşünürəm ki, bəli, ümumiləşdirmirəm, hamıya aid eləmirəm, amma böyük əksəriyyətdə bizdə Azərbaycanda elmi özün üçün mənfəət kimi görürsən, yəni öz inkişafın üçün,
Amma məsələn gördüyüm Türkiyədir, yəni bir növ təhsil mühitini gördüyüm Türkiyədir. Türkiyədə isə əksinə, cəmiyyət üçün elmi faydalı eləməyə çalışırsan. Yəni orada elm məqsəd yox, nəticədir. Bizdə isə məqsəddir. Yəni məsələn yazılan tədqiqatlar məqsəddir, çünki elmi titullar üçün lazımdır. Elə Baxın bu, belə. bu sözün davamı olaraq Bəli. biz hər ilin sonunda açıqlanan universitet reytinqlərində də görürük ki, Azərbaycan universitetləri hansı yerdədir, Türkiyə universitetləri hansı yerlərdədir. Elə bunun nəticəsi olaraq bəlkə də ola bilər. Orada fərqli faktorlar da var o reytinq məsələsində. Amma ona toxunmamışdan əvvəl bir məsələni deyim, Xətay. İndi Qoşqar çox yaxşı danışdı kommunikasiya təhsilindən. Mən istəyirəm təhsildəki kommunikasiyadan da danışaq. Məsələn, bu nədə özünü biruzə verir? Müəllimin tələbəyə ötürdüyü məlumat. Dərs ötürmə prosesi sadəcə bir tərəfli kommunikasiyada gedir. O da yenə deyirəm %80 müəllimlərdə. Əslində bu necə olmalıdır? Təhsil metodikasında kommunikasiya iki tərəfli kommunikasiya metoduna dayanmalıdır. Yəni informasiya paylaşımı, qarşılıqlı fikir mübadiləsi olmalıdır ki, inkişaf olsun. Adicə bu proses hardan başlayır? Məsələn, siz ən böyük kəşflərə, nə bilim, ixtiralara yaxud yeni bir siyasi, sosial-iqtisadi sistemlərin ortaya çıxmasına baxacaqsınız, kommunikasiyanın nəticəsidir, müzakirənin nəticəsidir və çox vaxt da fikir ayrılığının nəticəsidir. Və bu başlayır məsələn kimyada, fizikada olan ixtiralar, kəşflər daxili kommunikasiyanın təcəssümüdür. Yəni daxildə sorğuluyur. Azadlıq hardan başlayır? Sual verməkdən. Daxildə sual verir, araşdırır və nəticədə nəyisə ixtira edir, kəşf edir. Sosial elmlərdə isə daha çox müzakirələr üzərinə və fikir ayrılıqları üzərinə. Bizim Azərbaycan təhsil sistemində, bu məktəbdə də, universitetdə də, yenə deyirəm, %80 bəlkə də 70% bir tərəfli kommunikasiya üzərinə qurulubdur. Müəllim məlumat ötürücü şəxs funksiyasını daşıyır. İnformasiya mübadiləsi prosesi getmir. Bax, təhsildəki kommunikasiyanın problemini də belə təsvir eləmək olardı. Qaldı ki, reytinq məsələsinə. Mən düşünürəm ki, orada hazırda indi şərtlər qoyulub ki, tələbələr, müəllimlər akademik yayınlar eləməlidirlər, qlobal yayınlar eləməlidirlər ki, reytinqlərdə də universitetlərin səviyyəsi, yəni sırası yüksəlsin daha doğrusu. Reytinglərlə bağlı icazə versəz, mən bir şey də deyim. Bilirsiniz, reytingdə ən vacib kriteriyalardan biri ölkədə olan, universitetdə olan xarici tələbələrin sayıdır. Yəni ən önəmli kriteriyalardan biri budur. Və məsələn bu Azərbaycanı bu mənada məsələn Türkiyə ilə və böyük dövlətlərlə müqayisə eləmək mən elə bilirəm ki, doğru olmaz. Yəni bu baxımdan mən Azərbaycan belə deyim universitetlərinin reytinq siyahısında irəli pillələrdə olmamasını qınamıram. Çünki Azərbaycan kiçik ölkədir və yəni Türkiyə və digər Avropa ölkələrinə nisbətən baxanda və daha çox xarici tələbələr üst tuturlar həmin ölkələrə. Məsələn, Türkiyədəki xarici tələbə sayı həddindən artıq çoxdur və ona görə də bu onların dünya universitetlərinin reytinqdə irəli sıralarda olmasına bir növ şərait yaradır. Amma elmi tədqiqatlarda buna təsir edir ki, biz Azərbaycan universitetləri yalnız elmi tədqiqatlar hesabına həmin reytinq siyahılarına bir növ yer tutmağa çalışır ki, bu da çox uğurlu alınmır. Yaxşı, Qoşqar, belə deyək də, Türkiyə ilə müqayisə eləməyə və Türkiyənin bir illər boyu, 100 ildən çox müstəqillik tarixi var. MDB ölkələri arasında Azərbaycanı bu mövzuda kimlərlə müqayisə eləmək olar? Ümumiyyətlə elm mövzusunda Azərbaycan hansı ölkələrdən irəlidir və yaxud hansı ölkələrdən arxadadır? Əslində çox gözəl sualdır. Mən sizin dediyinizlə çox razıyam ki, deməli 100 illik bir tarix var. 100 illik Türkiyənin 100 illik bir müstəqillik dövrü vardı. Azərbaycanın hələ bu müstəqillik dövrü təxminən 35 ildir. Yəni ona görə də əlbəttə Azərbaycanı biz bu baxımdan Türkiyə ilə müqayisə edə bilmərik. Amma bəli, MDB ölkələri ilə müqayisə aparmamız daha doğru olar. MDB ölkələri arasında mən deyərdim ki, məsələn Ukrayna, deyək ki, Gürcüstandakı məsələn Amerikan universitetlərinin səviyyəsi, yəni bir növ prestij baxımından onların verdiyi təhsil Azərbaycan universitetlərinin əksəriyyətindən çox daha yaxşıdır. İndi Cənubi Qafqazda hardasa biz Azərbaycanı belə deyim də müəyyən qədər yaxşı yerlərdə görə bilərik. Amma ümumi götürəndə Mərkəzi Asiyada məsələn Qazaxıstanın bir çox universitetləri var ki, kifayət qədər yaxşı təhsil verirlər. Xarici tələbə üçün təqaüd proqramları vardır. Məsələn Qazaxıstana Azərbaycandan bilmirəm nə qədər məlumatınız var, amma Azərbaycandan belə Qazaxıstana, Özbəkistana deməli çoxlu sayda təqaüd proqramı ilə tələbələr gedirlər. Və Qazaxıstanda, Özbəkistanda bu baxımdan təhsilin inkişafı üçün yeni bir rol model yarandığını biz görürük. Digər ölkələrlə bəli müqayisədə məsələn Qırğızistan, məsələn deyək ki, Tacikistan və yaxud Türkmənistan kimi ölkələrlə baxanda yenə Azərbaycanın vəziyyəti mən deməzdim pisdir, yaxşıdır. Təbii.
Müqayisələndirmə biraz fərqli aspektə getdi. Hansı ki, dövlətlər arası müqayisələndirmə elədizsə. Qoşqar gəl fərdlər arası müqayisələndirməyə gedək. Bax biz elmi iş görəndə, məqalə yazanda nədən başlayırıq? Problem axtarırıq. Bu da problem hardan gəlir? Təşəbbüsdən, milli bir təşəbbüsdən ki, məsələn, Azərbaycan üzərinə nümunə qoyanda filan məsələ bizdə inkişaf eləməyib, bunu problem kimi qabardırıq və bunun üzərinə elmi məqalə yazırıq. Bizdə sanki biz anlayışı formalaşmayıb. Məsələn, o saydığın ölkələrdə və yaxud da elə Türkiyənin özündə nəyi müşahidə edirik? Fərd öz ölkəsində və yaxud sahəsində, elmində, sosiologiyada və s. bir problem görür və bunu götürür, oturur, məqaləyə tökür və biz aspektindən baxır. Yaxınlarda Xətai ad çəkməyim, iki universitet arasında, Azərbaycan və Türkiyədə iki universitet arasında bir konfrans keçirildi və konfrans materiallarına baxıram. Azərbaycandan verilən mövzularla, Qoşqar özü də bilir, Türkiyədən verilən mövzular. Azərbaycandan verilən mövzuların təxmini yanaşma buydu ki, Azərbaycan publisistikası. Sonra məsələn publisistikamızda milli vətənpərvərlik mövzusu. Sonra məsələn məktəbdə də keçirdi. Xətai evə gec getdi. Nə bilim filan şey oldu. Yəni bu mövzu deyil, bu akademiyanın maraq dairəsi deyil də. Və nədir problem? Nə başa düşdün indi? Bax soruşuram Xətai. Elmin içində olmasan da bu sənə nə ad verdi? Azərbaycan publisistikası. Bu adam nəyi tədqiq edir? Valla bu dediyim başlıqları mən 11 il məktəbdə də eşitmişəm. Bir dənə burada bir mövzu çatışmır. Mən yay tətilimi necə keçirdim? Yəni aşağı-yuxarı, hə. Və mən düşünürəm ki, o reyting hardan dedik, bu akademik yazılardan başlayır. Akademik yazı da yenə dövlətlər müqayisə edəcək, amma bir fərdlərə də baxaq da. Fərd özünü nə qədər inkişaf elətdirir? Məsələn, bu gün Qoşqar gedib xaricdə özünü inkişaf elətdirib, qayıdıb Azərbaycanda hər yayına görə işlədiyi universitet reyting qazanacaq. Bu onun fərdi potensialının və biz anlayışının nəticəsidir. Hər şey dövlətlər, dövlətçilik tarixi, dövlətin siyasal tərəfləri və s. və onun üstünə yükləyəndə biz öz üstümüzdən bir məsuliyyəti, bir günah keçisi tapırıq, onun üstünə yükləyirik və özümüzü azad edirik. Və sonra deyirik ki, okey, də relax, mən üstümə düşəni elədim. Bizim universitet ona görə reyting yoxdur ki, Azərbaycanın 34-35 illik müstəqillik tarixi var.